Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu videoda İzzə sınaq kitabından mövzu sınaq imtahanı 3.1-in izahını verəcəm. Başdan sona bütün sualların izahı olacaq. Çalışın hər bir sualın izahına baxın. Xüsusilə də ətraflıların izahına aydın baxmağa çalışın. Çünki mən həmişə İzzə sınaqlarının və digər sınaqların ətraflı suallarını ekstra ətraflı izah eləməyə çalışıram ki, siz bir sualın içində bir neçə sualı öyrənmiş olasınız. Gəlin başlayaq. Başlayırıq birinci sualdan. ABCD rombunda CBD 35 dərəcə olarsa BAC bucağını soruşur. Uşaqlar, romb haqqında nə bilirik? Bilirik ki, rombun bütün tərəflərinin uzunluğu eyni olmalıdır. Rombun diaqnalları perpendikulyar olurdu və rombda diaqnallar tənbölən rolunu oynayırdı eyni zamanda. Bunu unutmamaq lazımdır. Yəni, burada çəkilən BC xətti həmçinin tənböləndir. Ona görə də buraya əgər 35 verilibsə, siz bilməlisiniz ki, onda burada 35-dir. Belə çıxır ki, B bucağı bütöv 70 dərəcədir. Əgər B bucağı 70 dərəcədirsə, onda A bucağı da 180-dən 70 çıxarıq, 110 dərəcə olar. Çünki biz bilirdik ki, paralelogramda da, rombda da, kvadratda da, düzbucaqlıda da nə olurdu? Bir tərəfə bitişik olan bucaqların cəmi 180 dərəcə olurdu ona görə. Növbəti sual. O1 və O2 mərkəzli çevrələr C nöqtəsində toxunurlar. O1 C 9 cm-dir. Bura 9. CO2 4 cm-dir. AB məsafəsini istəyir bizdən. Ən yaxşısı biz O1A və O2B nöqtələrini birləşdirək. Çünki belə olanda burada müəyyən bir fiqur yaranır. Hansı fiqurdur bu sizcə? Trapeziya. Bəli, bu trapeziyadır və trapeziyada biz bilirik ki, bizdən hal-hazırda soruşulan AB əslində həmin trapeziyanın hündürlüyüdür və ümumiyyətlə bu trapeziya düzbucaqlı trapeziyadır. Səbəb bilirsiniz nədir? Çünki biz deyirdik ki, həmişə çevrədə, çevrənin mərkəzi nöqtəsindən çevrəyə toxunana çəkilən radius həmişə toxunana perpendikulyar olurdu. Onda bu əgər düzbucaqlı trapeziyadırsa, mən istəyirəm həmin düzbucaqlı trapeziyanı kənarda dik formada çəkim. Nə gözəl, oxşada bilmədim bir saniyə. Çünki düşünürəm ki, dik olanda siz daha yaxşı onu görə biləcəksiniz. Aha. Demək, B, A, O2, O1. Bizdən istənilən bu hissədir. Biz bilirik ki, bütöv O1, O2 məsafəsi 9 ilə 4-ün cəmidir, yəni 13-dür. Mən düzbucaqlı trapeziyada O2-dən aşağıdakı oturacağı hündürlük endirəsi olsam, aydın məsələ ki, bu hündürlük AB ilə eyni olacaq, eyni uzunluqda olacaq. Əgər üst oturacağım radiusa bərabərdirsə, kiçik çevrənin radiusuna, yəni 4-ə bərabərdirsə, böyük oturacaq da bütöv 9-a bərabərdirsə, onda mən bura 4, bura 5 yaza bilərəm. Yəqin ki, razısınız. Daha sonra burada fikir verməli olduğunuz təbii ki, bu düzbucaqlı üstbucaqdır. Hansı ki, burada yaranan düzbucaqlı üstbucağın hipotenuzu 13-dür, katetin biri 5-dir. Digər katete nə qalır görəsən? Gəlin bir də x deyək. Pifaqor quraq. X kvadratı və 5-in kvadratı cəmi 13-ün kvadratını verməlidir. Onda x kvadrat bərabər olmalıdır. 13-ün kvadratı, yəni 169 çıxılsın 5-in kvadratı, yəni 25. Buradan x kvadrat 144 alınır, yəni x olar 12. Ümumiyyətlə, Pifaqor ədədlərini çalışın əzbərləyin uşaqlar. Sizin üçün çətinlik yaratmasın. Növbəti sual. Diaqnalı 15, bir tərəfi isə 9 cm olan düzbucağının perimetri tələb olunur. Şəkil çəkirəm ki, sizə aydın olsun. Diaqnalı əgər 15-dirsə, bir tərəfi də 9-dursa, onda biz digər tərəfi tapa bilərik Pifaqor vasitəsilə. Məsələn, bura x qoyaq. Bilirik ki, x kvadrat üstə gəl 9 kvadrat bərabər 15 kvadratı. X kvadrat üstə gəl 81 bərabər 225. X kvadrat yenə 144 olar. Buradan biz x'i 12 taparıq.
Bizdən də perimetr soruşulur. Biz bilirik ki, düzbucağın perimetri bərabərdir. 2 vur n üstəgəl uzunluq düsturu ilə tapılırdı. Yəni 2-ni vurmalıyam 9 ilə 12-nin cəminə. Bu da 2 vur 21 deməkdir. Yəni cavab olur 42 sm. Növbəti 4-cü suala baxırıq. Oturacaqları 4 və 25 sm olan bərabər yanlı trapesiyanın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Görək şəkli normal formada çəkə biləcəyimi. Çünki mənim rəsm bacarığım o qədər möhtəşəm deyil. Gözləyin. Aha, davam eləyək. Oturacaqları 9 və 25-dir. Üst oturacağı 9 yazıram. Alt oturacaq bütöv 25-dir uşaqlar. İndi burada mən bilirəm ki, bərabər yanlı trapesiya suallarında həmişə mən sizə demişdim ki, mütləq çalışın hər iki tərəfdən hündürlüyü endirəsiniz. Birini buradan, birini buradan. Və bu hündürlüyü endirəndən sonra mən bilirəm ki, bura 9-dur. Geriyə qalan hissələri isə həmişə bir-birinə bərabər olmalıdır bərabər yanlı trapesiyada. Ümumi 25-dirsə, 25-dən 9 çıxıram. Olur 16. 16-nı da 8 olaraq bərabər hissələrə bölürəm. İndi, əgər mənim trapesiyamın daxilinə çəkilmiş çevrənin radiusu tələb olunursa, yəni məndən kiçik r istənilir. Kiçik r necə tapacaq? Biz bilirik ki, bilməliyik ki, bu trapesiya bərabər yanlıdır birinci növbədə. X yazıram və əgər bir dördbucağlının daxilinə çevrə çəkmək mümkün olubsa, o dördbucağının qarşı tərəflərinin cəmi bir-birinə bərabər olmalı idi. Yəni, x ilə x-in cəmi 9 ilə 25-in cəmi olmalı idi. Əgər 2x-i buradan 34 taparıqsa, x olar 17. Yəni, bu düzbucağımızın yan tərəflərinin hər ikisi 17 imiş. Bitdi artıq. Burada son olaraq ürəyiniz istəyən düzbucağa baxırsınız. Məsələn, bir dəqiqə üzrü sayın. Mən bura baxıram, məsəl üçün istədiyiniz düzbucaqla işləyə bilərsiniz. Pifagor qururuq burada. Yazırıq ki, hündürlüyə bir dənə h deyək. Və yaxud da 2 radius da deyə bilərsiniz. O h bilirsiniz ki, 2 radiusa bərabərdir. H kvadrat üstə gəl 8-in kvadratı bərabər 17-nin kvadratı və buradan yeniyəcək. H-ı tapacaq. H kvadrat üstə gəl 64 bərabər 289. H kvadrat olur 225. Demək, hündürlüyümüz neymiş? 15 imiş. İndi uşaqlar, burada diqqətli olun. Hündürlüyü unutmayın ki, radiusun 2 mislinə bərabərdir. Həmin çevrənin radiusunun 2 mislidir. Baxın, buradan da göstərəm. Bu da r-dir, bu da r-dir çünki. Əgər mənim hündürlüyüm 15-dirsə, radius hündürlüyün yarısı olmalıdır. Yəni 15-in yarısı olmalıdır. 7, onda 5 olacaq cavabımız. Yəni B variantı. Davam edirik növbəti 5-ci sualla. Həndəsi silsilənin 3-cü həddi 2 olarsa, həndəsi silsilədə biz bilirik hədləri B ilə işarə edirdik. B3 2-yə bərabərdir. İlk 5 həddin hasilini istəyir bizdən. İlk 5 həddin hasili nə deməkdir uşaqlar? B1, B2, B3, B4 və B5-i bir-birinə vurmaq deməkdir. Bərabər. Burada nə demək olar? Siz bilməlisiniz ki, burada kənar həddlərə diqqətlə baxın. B1 ilə B5, B2 ilə B4 sizə nəyi verir? Təbii ki, mən kənarda yazıram. B1 ilə B5-in hasilinin yerinə mən indekslərinin cəmi 6 olduğu üçün B3-ün kvadratı yaza bilərəm. Eyni məntiqlə B2 ilə B4-ün hasilinin yerinə də indekslər cəmi 6 olduğu üçün B3-ün kvadratı yaza bilərəm. Onda gəlin başlayaq. Baxın, bunun və bunun yerinə yazıram B3-ün kvadratı. Davam edirəm. Bunun və bunun yerinə yenə də yazıram B3-ün kvadratı. Və son olaraq təkcə B3 özü də var, onu unutmuruq. Və burada biz bilirik ki, əsaslar eyni olanda qüvvət üstləri toplanılırdı. 2, 2, 1 düzdürmü? Toplayanda B3 üstü 5 alınır. Yəni cavab olur 2 üstündə 5, 32. Y variantı. Çünki bizə B3 2 vermişdi özü.
Gəldik, çıxdıq 6-cı suala. Bərabərsizliyin natural əllərinin cəmi tələb olunur. Kvadratik bərabərsizlikdə mən sizə başa salmışdım ki, digər intervallar üsulu və s. onlara ehtiyac yoxdur əslində. Viet vasitəsilə birinci həmin bərabərsizliyin sıfırlarını tapmaq lazımdır. Hansı ki, Vietə görə bilirsiniz ki, köklər cəmi ortada duran əmsalın əksini verir, yəni müsbət altını. Köklərin hasili isə sərbəst həddi verəcək, yəni 5-i. Bu həmişə belə olmur, əlbəttə ki, çevrilmiş kvadrat tənliyi də belədir. Burada x kvadrat əmsal 1 olduğu üçün biz ona çevrilmiş kvadrat tənliyi deyirik. Yox, əgər burada məsəl üçün başqa birdən başqa bir ədəd olsaydı əmsalda, o zaman həmin əmsala bölmək lazım idi. Köklər cəminə deyərdik ki, -6/2-dir, yəni 3-dür. Köklər hasili isə 5/2, yəni 2/5 olardı və s. İndi baxaq. Bu şərtləri ödəyən kimdir? Əlbəttə ki, 1 və 5. Köklər 1 və 5 tapmışıqsa, uşaqlar, bərabərsizlik işarəsinə fikir veririk. Yadda saxlayın, kiçik bərabər 0 işarəsi olanda, onda siz nə etməlisiniz? Aldığınız cavabların arasını götürürsünüz. Yəni, 1 və 5 aralığını götürürəm, 1 və 5 daxil olmaqla. Çünki işarəm qeyri-ciddidir. İndi bu aralığa düşən natural ədədləri cəmləməyimiz tələb olunur. 1, 2, 3, 4, 5. Təbii ki, 1 ilə 5-in cəmi 6 eləyir, 2 ilə 4-ün cəmi 6 eləyir və 3-ün cəmi. Hamısını toplayanda cavab olacaq 15. D variantı. Keçdik 7-ci suala. Orta xəttdə S oturacaqları AB olan trapeziyada ABS cəmi 45 imiş, S-ni tapın. Orta xəttlə bağlı nə bilirik trapeziyada? Bilirik ki, orta xətt oturacaqların ədəd ortası deməkdir. Yəni, oturacaqları toplayıb 2-yə böləndə biz orta xətti alırıq. Ona görə S bərabər A plus B bölü 2 yaza bilərəm. Çarpaz vurası olsam A plus B bərabər 2S yaza bilərəm. Mənə deyir ki, ABS cəmi 45-dir. O zaman mən burada AB cəminin yerinə az öncə öyrənmiş olduğum 2S-ni yazsam, 2S üstə gəlsə bərabər 45 tənliyindən 3S bərabər 45 alınır. Yəni S olar 15. 45-i 3-ə böldüm. Bizdən də o tələb olunur zaten, deyirdi S-ni tap. Ona görə cavab olur B variantı. 8-ci suala gəlib çıxdıq. İmtahana çox düşür bu tür suallar nəzərinizdə olsun. Bərabərsizliyini həll eləyin. Bu bərabərsizliyin növü nədir uşaqlar? Rasional bərabərsizlik deyirdik biz buna. Əgər məxrəc varsa, kəsir varsa, məxrəcdə dəyişən varsa, rasional bərabərsizliyidir. Rasional bərabərsizlikləri adətən intervallar üsulu ilə həll edirlər. Amma əgər orada x-in qüvvəti 2-dən böyük olarsa, burada isə fikir versə, sürətdə ümumiyyətlə x-li bir şey yoxdur. Sadəcə sürətdəki pi bizə işarə təqdirləmək üçün verilib. Diqqətlə baxaq. Sən bilirsən ki, pi-nin təxmini qiyməti 3,14-dür, düzdürmü? Pi irrasional ədəddir. Sən ondan 4 çıxanda, təbii ki, kiçik ədəddən böyük ədəd çıxmış olursan. Ona görə də sürətimiz olur mənfi. Əgər sürət mənfidirsə, məxrəc nə olmalıdır ki, yekun ifadə sıfırdan kiçik, yəni mənfi olsun. Bunun üçün gərək məxrəcimiz müsbət bir şey olsun ki, mənfini müsbətə böləndə yekunda mənfi ala bilək. Ona görə də məxrəcdəki x çıx 5-i nə edirəm? Böyükdür 0 götürürəm. Çünki müsbət olmalıdır. Alıram x böyükdür 5. Cavab olur B variantı. Gəldik ədədi silsilə sualına. Deyir, ədədi silsilədə A9-dan A5 çıxanda 36 eləyirmiş. Deyir, silsilə fərqini tapın. Uşaqlar, bu sualın bir çox həll üsulu var. Ya siz hər birisini A1-ə görə açmalısınız, birinci həddə görə. Ya da ki, böyük olanı kiçik olana görə açırsınız. Bu sualda silsilə fərqi tələb olunur. Elə böyük olanı kiçik olana görə açsaz daha rahat olar. Mən bilirəm ki, A9-u A5 üstə gəl 4D şəklində yaza bilərəm. İndi bu dediyimi həmin tənliyidə yerinə yazıram. A9-un yerinə A5 üstə gəl 4D yazıram. Bir də misalın özündə çıx A5 var. Bərabər 36. Bilirik ki, burada A5-lər islah olacaq. 4D bərabər 36 tənliyindən D-ni alacağım 9. D silsilə fərqi deməkdir. Bizdən də silsilə fərqi soruşulduğu üçün cavab olur 9. 10-cu sual toplumumuzda da var. Hansı ki bu sualda nədənsə çoxları əziyyət çəkir. Amma əslində məntiq çox rahatdır.
Bizdən tələb olunur ardıcıllığın ən kiçik həddini tapmaq. Qeyd edeyim ki, heç vaxt burada sizdən sırf bu sual üçün ən böyük hədd soruşula bilməz. Baxın, biri var həddini tapmaq, biri də var həddin nömrəsini tapmaq. Bunlar arasında da fərq var. Yekunda izah eləyəcəm fərqləri. 18-in üstündə nəyinsə kvadratını gəlib, amma sənə deyir ki, ən kiçik hədd olsun. Yəni, qiymətini ən kiçik almalıyam. 18-in üstündə minimum bir şey gəlməliyəm. Və mən bilirəm ki, nəyinsə kvadratının kiçik bir şey olması üçün həmin ifadə də, yəni n-5/8-in modulu da mümkün qədər kiçik olmalıdır. Yəni, mən bunun minimum qiymətini axtarmalıyam ki, necə eləyim ki, mən n-dən 5/8 çıxanda minimum bir şey alım. Bunun üçün əlbəttə ki, n 5/8-ə çox yaxın olmalıdır və mən ədəd oxuna görə də bilirəm ki, 5/8-ə yaxın olması üçün sağında və yaxud da solunda yerləşən ilk tam ədədi götürməliyəm. Ya burada n 5 olmalıdır, ya da 6 olmalı. Çünki 5/8-ə yaxın olan tam ədədlər olardı. Biri solunda da, biri sağında. Təbii ki, hər ikisi ilə də yoxlayıram. Bir dəfə 5-dən 5/8 çıxıram. Buradan alacam 0/8. Təbii ki, modulunu hesablayıram da. 0/8 kifayət qədər böyükdür. Bir dəfə də 6-dan 5/8 çıxacam. Təbii ki, modulda. Bu da 0/2 eləyəcək. Əlbəttə ki, mənə burada lazım olan mənə sərf eləyən 0/2 olandır. Çünki daha kiçikdir axı. Bu böyük olduğu üçün götürməliyim. Demək ki, n-i nə götürməliyik? 6 götürməliyik. Diqqətli olun indi deyəcəyim şeyə. Əgər bizdən ən kiçik həddin nömrəsi tələb olunsaydı, onda mən n-i tapardım. N olardı, cavab olardı 6. Variantlarda da 6-nı götürərdim. Amma diqqətli olun, burada bizdən o tələb olunmur. Sadəcə həddi tapmamızı istəyir. Yəni, mən A6-nı tapmalıyam. N-i yox, A6-nı. Bunun üçün n-i bu ifadədə yerinə qoyuruq. 18 üstə gəl. 6-dan 5/8 çıxıb kvadrata yüksəldirik. 6 çıx 5/8-in kvadratı. Olacaq 18 üstə gəl. 6-dan 5/8 çıxanda 0/2. 0/2-in kvadratı da 0/4. Cəmi də olacaq D variantı. Növbəti sual. Başlayaq uşaqlar 11-ci sualdan. Bərabərsizliyin neçə tam həlli var? Aha, modul bərabərsizlikdə həm də 2 qat formada verilib. Diqqətli olaq. 2 qat formada verilməyi bizi təəccübləndirməsin. O əslində bilirsiniz nə deməkdir? Fərz edin ki, sistemdə modulda x-1 ifadəsini bir dəfə 8-dən kiçik verir. Bir dəfə də demək 5-dən böyük verir. Düzdürmü? Yəni, bunu həll eləməklə, bunu həll eləmək eyni şey deməkdir. 2 qat bərabərsizlik olanda çaşmayın. 2 qat bərabərsizlik ümumiyyətlə sistem deməkdir. Sadəcə 2 dəfə təkrar yazmamaq üçün 5-8-in arasında yazırlar. Yəni, biz bunların hər birisini ayrı-ayrı həll eləyəcəyik və yekunda alacağımız cavabları kəsişməsini tapacaq. Başlayaq. Başlayıram birinci moduldan. X çıx 1 kiçikdir 8. Biz nə demişdik? Demişdik ki, əgər bərabərsizlikdə ədəddən, müsbət ədəddən kiçikdir varsa, o zaman nə etməliyəm? Bir dəfə 8-dən kiçik, bir dəfə isə mənim 8-dən böyük götürməliyəm. Ya elə yazın, ya da ki, bunu da 2 qat bərabərsizliyi həll eləyə bilərsiniz. Yəni, mənfi 8-dən böyük, 8-dən kiçik demək bu deməkdir zaten. Düzdürmü? Heç nə, üstünə hər tərəfin üstünə 1 gəlirəm ki, bu mənfi 1-dən canım qutarsın. Onda ortada x qalacaq. Hər tərəfin üstünə 1 gəlirəm. Mənfi 8-in üstünə 1 gələndə mənfi 7 olacaq. 8-in üstünə 1 gələndə 9 olacaq. Buradan cavabı aldım. Aldım ki, x daxildir. Mənfi 7-dən 9 aralığına qədər. Birincinin əlini tapdım. Keçirəm ikinciyə. Modulda x çıx 1 böyükdür 5. İndi bu bərabərsizliyi həll edək. Demək, bu bərabərsizlik üçün də biz bilirik də, əgər müsbət ədəddən böyüdürsə, bu deməkdir ki, ya bu bərabərsizlik ödənməlidir, ya da x çıx 1 kiçikdir, mənfi 5 bərabərsizliyi ödənməlidir. Və onların birləşməsini götürürdük, yadınızdadırsa. Sistemlə yox, birləşməklə. Yəni, heyətdə yazacağım ki, x çıx 1 böyükdür 5-dən, bir də yazacağım ki, x çıx 1 kiçikdir mənfi 5-dən. İndi bunu ayrı-ayrı həll eləyəcəm.
Birinciden alıram ki x böyükdür 6. İkinciden alıram ki x kiçikdir -4. Heyət nə deməkdir uşaqlar? Birləşmə. Heyət birləşmə demək olduğu üçün bunun cavabı da yekunda olacaq. X daxildir. Mənfi sonsuzluqdan -4-ə birləşsin 6-dan müsbət sonsuzluğa. İndi bu aldığım cavabları sonda nə etməliyəm? Kəsişdirməliyəm. Bundan bunu kəsişdirəcəm. Diqqətlə baxın. Ədəd ox çəkirəm. Başlayıram onları qeyd eləməyə. Mənfi sonsuzluq, müsbət sonsuzluq bilirik hardadır. Daha sonra -7 var. -4 var. 6 var və 9 var. Azdan çoxa doğru düzdür. İndi başlayırıq ştrixləməyə. İnterval falan ayırmırıq. Sadəcə kəsişmə tapacaq. Biri -7-dən 9-a qədər olan aralığı ştrixləməyimi istəyir. Ştrixlədim. Daha sonra mənfi sonsuzluqdan -4-ə onu aşağıda ştrixləyəcəm artıq. Bir də 6-dan müsbət sonsuzluğa. Kəsişmə nə deməkdir? Ortada yolka yaranır. Sizə fikir verin. Bu aralıqda yaranıb. Bir də bu aralıqda yaranıb. Ona görə nə edirik? Cavab olur. Demək, -7-dən -4 aralığına, bir də 6-dan 9 aralığına. Bizdən nə soruşulur, nə tələb olunur? Bərabərsizliyin neçə tam həlli var? Bu aralığa üçün tam həllərin sayını bir-bir sayaraq da tapa bilərik. Düsturla da saya bilərik. Elə balaca olduğu üçün bir-bir sayma tərəfindəyəm. -7 ilə -4 özü daxil deyil bu aralıqda bilirik. -6, -5, -4, -4 özü daxil deyil. Bu biri tərəfdə isə 6 özü daxil deyil, 7-dən 8 daxil olacaq. Çünki 9 da boşdur. Bitdi, getdi. Cəmi 4 dənə tam həlli var. İkisi buradan, ikisi buradan. Əslində çətin sual deyil uşaqlar. Yenə də təkrar edirəm. Əgər modul bərabərsizliyi müsbət ədəddən kiçikdirsə, o zaman bir dəfə olduğu kimi bir dəfə işarəni və bu ədədi əksinə dəyişirsiniz, sistemdə həll edirsiniz. Yox, əgər böyükdür bir müsbət ədəd varsa, o zaman heyətdə həll edirsiniz. Bu yaddan çıxmasın, xahiş edirəm, çünki çox vacibdir bizim üçün. Ona görə birindən aldığım cavab balaca oldu, birindən aldığım cavab böyük oldu. Çünki heyətdə biz geniş cavab almalıyıq. Davam edirik 12-ci sualdan. ABCD paralleloqramdır və mənə 2x, 7x verilib. Biz bilirik ki, paralleloqramda bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcə olmalıdır. Yəni 2x ilə 7x-in cəmi olmalıdır 180 dərəcə. Buradan 9x bərabər 180, yəni x olur 20. X 20 tapdıq. Bizdən C bucağı tələb olunur. Mən bilməliyəm ki, C bucağı A bucağı ilə neyindir? Çünki hər ikisi itidir, qarşı-qarşı olan bucaqlardır. Yəni məndən əslində soruşulur 2x A-nın qiyməti. Ona görə də tapdığım 20-ni 2-yə vururam, cavab olur 40. Növbəti 2 qat bərabərsizliyə baxırıq. Deyir 2 qat bərabərsizliyin tam həllərinin cəmini tapın. Təbii ki, biz ortada bərabərsizlik həll etməkdən ötürü ortada sadəcə x-i saxlamalıyıq, bu formada olmalıdır. Onda nə edirik? Əvvəlcə gəlin hər tərəfdən 4 çıxaq. Çünki 3 tərəfin üçündən də 4 çıxsam, ortada 2x qalar. 8-dən 4 çıxanda 4, 18-dən 4 çıxanda 14. Düzdürmü? Daha sonra mən hər tərəfi 2-yə bölməliyəm. Çünki ortada x-in qalmağını istəyirəm. Ona görə 2 və 7. Yəni ki, x daxildir 2 ilə 7 aralığına. 2, 7 heç birisi daxil deyil bu arada. Tam həllərinin cəmi tələb olunur. Yəni 3, 4, 5 və 6-nın cəmi tələb olunur. Bunları toplayırıq. Cavab olacaq 18 D variantı. Növbəti 14-cü sual tənliklər sistemindən ifadəsinin qiymətini tapın deyir. Çox üsullar var uşaqlar. Ən yaxşısı ilə bunları tərəf-tərəfə toplamaqdır. Tərəf-tərəfə toplayanda y-lər islah olar. 7x bərabər 21 tənliyindən x-i 3 taparıq. Tapdığım x-i istədiyim tənlikdə yerinə qoya bilərəm. Məsələn, mən bu tənlikdə yerinə qoymaq istəyirəm. 2 vur 3, üstə gəl y bərabər 8. Buradan 6 üstə gəl y bərabər 8. Y-i alacam 2. Bitdi, getdi. y2, x3. Bizdən soruşulan ifadəyə baxırıq. X üstə gəl, yəni 3 üstə gəl. Y-in kvadratı, yəni 2-nin kvadratı. 3 üstə gəl 4 deməkdir. Cavab olacaq 7. Növbəti bərabərsizliklər sisteminin neçə tam həlli var? Bu sistemdə iştirak edən bərabərsizliklər xətti bərabərsizliklərdir. Ona görə də hesablamasında heç bir çətinlik yoxdur. Sadəcə x-lər sola, ədədlər sağa. Başlayaq.
Birinci bərabərsizlikdən baxın. Mənfi 6x ilə x eyni tərəfdə olmalı. Ona görə x-i sola keçirəm. Mənfi 6x çıx x olacaq. Düzdürmü? Və 1-i də sağa keçirəm. Çünki o ədəddir. Mənfi 13 çıx 1. İkinciyə baxaq. Mənfi x 3x-in yanına gəlməlidir. 3x üstə gəl x olmalıdır. Kiçikdir. Və 9 25-in yanına keçməlidir. Olmalıdır 25 çıx 9. Qarşısından alınır işarəsi qoyuram və sistemi biraz daha sadələşdirirəm. Mənfi 6x-dən x çıxanda mənfi 7x kiçik bərabər mənfi 14. Aşağıda isə 4x kiçikdir 16. İndi təkrar bizə lazım olan oradan x-ləri tapmaqdır. Birinci bərabərsizlikdə hər tərəfi mənfi 7-yə böləndə diqqətli olun, işarə dəyişəcək burada mənfiyə böləndə. Olacaq x böyük bərabərdir 2. Çünki mənfi 14-ü mənfi 7-yə böləndə 2 eləyir, amma işarə dəyişməlidir. Burada hər tərəfi 4-ə böləndə isə işarə dəyişmir. X kiçikdir 4 olaraq qalır. Yəni, mən də yekunda 2-dən böyüklər və 4-dən kiçiklərin kəsişməsini almalıyam. Bilirəm ki, 2-dən böyük demək, 2-dən müsbət sonsuzluğa deməkdir. 4-dən kiçiklər isə mənfi sonsuzluqdan 4-ə qədər deməkdir. Bunları kəsişdirəndə mən almış oluram. Kəsişmədə yazanda 2-dən 4-ə qədər. Təbii ki, 2 daxildir, 4 yox. Məndən neçə tam həlli var deyə soruşulur. Biz bilirik ki, bura 2 daxildir və 3 daxildir, düzdürmü? Ona görə də 2 dənə tam həlli olmuş olur. 2 tam həlli var, cavab olur 2. Növbəti suala baxırıq, deyir. Düzbucaqlı üçbucağın katetlərinin cəmi 14, xarici çəkilən çevrənin radiusu isə 5 olarsa, bu üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Gəlin bir dənə bəzi şeyləri xatırlayaq düzbucaqlı üçbucaqla bağlı. Biz bilirdik ki, bu düzbucaqlı üçbucaqdan başqa hər şey yoxşadır. Aha. Katetlərini gəlin AB deyək, hipotenuzuna C deyək. Deyir, katetlərin cəmi 14-dür. Yəni AB cəmi 14-dür. Gözəl. 6 ilə 8 ola bilər məsələn. Sonra deyir, xaricə çəkilmiş çevrənin radiusu isə 5 olarsa. Xaricə çəkilmiş çevrənin radiusu nədir? Biz bilməliyik ki, düzbucaqlı üçbucaqda xaricə çəkilən çevrənin radiusu hipotenuzun yarısı olur. Əgər radiusumuz, böyük yerimiz xaricə çəkilir, bax ona görə böyük yer yazıram. Böyük yerimiz 5-dirsə, demək ki, hipotenuzumuz 10-dur. Düzdürmü? 2 misllikdə, çünki burada erdir, burada erdir. Aydın məsələ. Deyir, bu üçbucağın daxilinə çəkilən çevrənin radiusunu tapın. Uşaqlar, daxilinə çəkilən çevrənin radiusu balaca yerlə işarə olunur. Söhbət bu çevrənin radiusundan gedir, baxın. Və onu bu düsturdan tapırdıq. A plus B çıx C böl 2. Aha, zaten burada uşaqlar ayrı-ayrı katetləri 6-8 olduğunu bilirik, amma tapmaya ehtiyac yoxdur tənliylə. Çünki burada düsturda zaten sənə AB-nin ayrı-ayrı qiymət deyil, olan cəmi lazımdır. Ona görə cəmin yerinə 14 qoyuram. C-nin yerinə 10 qoyuram. Bölürəm 2-yə. Cavab olur 4 böl 2, yəni 2. 2 santimetr. Rahat sual idi uşaqlar. Yox, əgər məndən katetləri ayrı-ayrı soruşası olsa, mən belə bir iş görərdim. Yazardım ki, A kvadrat ilə B kvadratın cəmi onun kvadratı 100 eləməlidir. AB-nin burada ikisindən birini digərilə əvəz eləmək lazımdır. Məsəl üçün, mən bilirəm ki, B-nin yerinə 14 çıx A yaza bilərəm. Onda yazacaqdım A kvadrat üstə gəl. 14 çıx A-nın kvadratı bərabər 100. Burada da müxtəsərə görə açıb, kvadrat tənliyi yaradıb, diskriminant filan A-nı oradan tapacaqdınız. A-nın 2 qiyməti olacaq. Biri müsbət, biri mənfi. Siz təbii ki, mənfi olanı tullayacaqsınız. Çünki o kənar kökdür. A-nın müsbət qiymətini götürəcəksən və yerinə qoyub B-ni də ayrı-ayrı tapa bilərsən. Bu tip suallar düşür, nəzərinizdə olsun. 17-ci sual. BMC qövsü, yəni bu qövs, çevrənin 18-də 5 hissəsini təşkil edilmiş. BAC-nin dərəcə ölçüsünü tapın. Hə, uşaqlar, gəlin birinci BAC, daha doğrusu BMC qövsünü tapaq. Biz bilirik ki, çevrə özü 360 dərəcədir. Əgər çevrənin 18-də 5 hissəsini təşkil edirsə, demək 360 dərəcəni 18-də 5-ə vurmaq lazımdır. 18 ilə 36-nı ixtisar eləyəsi olsaq, buradan 20 qalar. 20-ni də 5-ə vursam 100. Demək ki, bu qövs nəymiş? 100 dərəcəymiş. Bizdən soruşulan BAC bucağı isə
daxilə çəkilmiş bucaq olduğu üçün söykəndiyi qövsün yarısı olmalıdır. Yəni 50 olmalıdır. Cavab olur 50 dərəcə. Növbəti 18. Ədədi silsilədə A7 4 olarsa, bu silsilənin ilk 13 ədədinin cəmini tapın. Uşaqlar, burada ilk başlamaq istəyirəm elə soruşulan şeyi sadələşdirməklə. İlk 13 ədədin cəmi S13 deməkdir. Ədədi silsilə üçün bu cür hesablanır. A1 üstəgəl A13 böl 2 vur 13. Düzdürmü? İndi heç nə. Başlayaq bunu sadələşdirməyə. Uşaqlar, biz bilirik ki, sizə ən qısa yoldan danışacağım. A1 ilə A13-ün indeksləri cəmi 14-dür. Düzdürmü? 1 ilə 13-ün cəmi 14-dür. Onda mən bu cəmin yerinə 2 dənə A7 yaza bilərəm. Niyə yaza bilərəm? Ona görə yaza bilərəm ki, bizim ədəd silsilədə elə bir qaydamız var idi ki, bir də sadələşdirmə aparıb onu isbat eləməyə ehtiyac yoxdur. İndekslər cəmi nədirsə, onun yarısının 2 mislindən yazmaq olar. Məsəl üçün, əlavə olaraq deyirəm, özümdən tutaq ki, A4 ilə A8-in cəmi, məsəl üçün, bilirik ki, indekslər cəmi 12-də axı, mən bunu 2 vur A6 kimi yaza bilərdim. Və yaxud da olsun, tutaq ki, A5 ilə A11. İndekslər cəmi 16-dır. Mən bunu 2 vur A8 kimi yaza bilərdim. Bu tip şeylər unutmayın uşaqlar. Sizin üçün çox kömək olacaq. İndi davam eləyək. Sürətin yerinə 2A7 yazıram. Böl 2 vur 13. Təbii ki, burada 2'lər ixtisar gələcək. Qalacaq A7 vurulsun 13. A7'in qiymətini də bizə 4 verib. 4'ü 13'ə vuracağım. Cavab olacaq 52. Bu qədər asan. Keçdik artıq ətraflılara uşaqlar. Diqqətlə baxırıq ona görə. Baxaq. 19-cu sualda nə deyir? Deyir ki, 9 üstündə x bərabər 27 üstündə y-dirsə, eyni zamanda bizə verib x-y cəmini 25 deyir. X-y fərqini tap. Nə etmək lazımdır? Təbii ki, əsasları biraz sadələşdirmək lazımdır. Mən bilirəm ki, 9 3'ün kvadratı deməkdir. Üstündə də x var. 27 isə 3'ün kubu deməkdir. Üstündə y var. Buradan 3 üstündə 2x bərabər 3 üstündə 3y tənliklərini alırıq. Tənlikdə əgər əsaslar eynidirsə, qüvvətlər də eyni olmalıdır. Bir-birinə bərabər olmalıdır. Bu tənlikdən təbii ki, nəyi tapıram? X-in 3k olduğunu, y-in 2k olduğunu tapıram. Gözəl. Mənə onların cəmini 25 vermişdi. Onda mən yazıram ki, 3k ilə 2k'nın cəmi 25 olmalıdır. Demək ki, 5k 25'dir. 5k 25 isə k'ya düşür 5. Yəni, x, y hər birisini ayrı-ayrı tapmaq mümkündür. Biri 3 vur 5, yəni 15 olacaq. Digəri isə 2 vur 5, yəni 10 olacaq. 15 və 10. Onların fərqi tələb olunurdu, düzdürmü? Yazıram x çıx y bərabər 15 çıx 10, yəni cavab olacaq 5. Gəldik, çıxdıq 20-ci suala. Qövsün uzunluğu. Uşaqlar, qövsün uzunluğunun düsturu var idi, amma mən sizə demişdim ki, düsturun hardan gəldiyini biləndən sonra yadda saxlamaq sizin üçün daha rahat olacaq. Qövsün uzunluğunu bir dənə ellə işarə eləsək, düsturu bu şəkildə yazırdıq. 360 dərəcədə m dərəcə və yaxud da alfa dərəcə, indi siz nə istəyirsinizsə artıq işarə eləyə bilərsiniz. Vurulsun 2πr. Düstur bu şəkildə idi və burada hətta bəzi kitablarda 2 ilə 360 ixtisar eləyib 180 ilə yazırdı. Nəysə, indi gəlin bir-bir yazaq. İmtahanda düşüb sən bunu yazmalısan. Qeyd eləməlisən ki, burada L qövsün uzunluğudur. Və R isə çevrənin radiusudur. Sonra demək, deyir ki, radiusu 6 olan çevrənin, yəni R bərabər 6 olan çevrənin 60 dərəcəlik qövsün uzunluğu, yəni alfa bərabər 60 dərəcə. P'ni də verib 3 sağ olsun. Demək, nə eləmək lazımdır? Düsturda yerinə qoymaq lazımdır. L bərabərdir 60 dərəcə bölünsün 360 dərəcə vurulsun 2πr. Yəni 2 vur 3 vur 6. Burada 60 ilə 360 ixtisar eləsəm 6 alaram. 6 ilə də 6'nı ixtisar eləsəm 2 vur 3 cavab elə 6 qalar. Cavab oldu 6.
Onu da vurğulayım ki uşaqlar məsələn imtahanda sırf bu tip sual olmayacaq. Niyə? Çünki radiusu 6 olan deyil də radiusu 6 santimetr olan və s. belə bir şey yazacaq. Sizə vahidlər olmadan sual verməz. Niyə verməz? Çünki cavabı kodlaşdıranda belə sizə qeyd eləyəcək aşağıda ki, sən santimetrlə yaz, yaxud da millimetrlə yaz. Vahidlər həmişə imtahanda mütləq yazılır, yəni diqqətiniz olsun. Gəldik çıxdıq tənlilər sisteminə aid bir sual. Deyir, tənlilər sisteminin sonsuz sayda həlli olarsa. Biz bilirdik ki, sonsuz sayda həll üçün bizim nisbətlərimizin hamısı bir-birinə bərabər oldu. Qayda nə idi? A1-i A2-yə böləndə, B1-i B2-yə böləndə, C1-i C2-yə böləndə bunlar hamısı bir-birinə bərabər olmalıydı. Yəni yazıram onda A böl B, x-in əmsallarını, y-in əmsallarını, B bölü 3. Bir də bərabər 2 böl A. Düzdürmü? Deyir ki, bu ifadənin qiymətini tapın. Tapaq. Baxa görə başımıza nə gəlir? Nə demək olar? Gəlin buradan birinci buranı çarpaz vuraq. Alacaq B kvadrat bərabər 3A. Daha sonra buranı çarpaz vuraq. Alacaq AB bərabər 6. Düzdürmü? İndi sorulan ifadədə gəlin baxaq. 3A çıx B kvadrat deyir. Düzdürmü? 3A-nı saxlayıram. B kvadratın yerinə elə 3A qoysam. AB-nin yerinə 6 qoysam. Zaten 3A-lar islah gedəcəyi üçün elə cavab 6 olaraq qalacaq. Yəni, bu sualın cavabı olur 6. Soruşulan şeyin çətinliyi sizi çaşdırmasın. Fikir verirsə, onsuz da islah getdiyi üçün yazılmadı. Növbəti suala baxırıq. Deyir ki, x, y nəsə. Deyir, olarsa, y-in tam qiymətlərinin cəmini tapın. Qoyun köçürüm. Mən düşünürəm ki, bu sual üçün ən gözəl nədir? Madəm ki, məndən y soruşulur, elə mən buradan y əvvəlcədən tapım. İşim daha asan olsun. Buradan y tapası olsa, əvvəlcə 2y tapaq. Demək, mənfi 3x sağa keçəcək. Olacaq 3x çıx 4, düzdürmü? İndi mənə 2y yox, y lazım deyə hər tərəfi 2-yə bölməliyim. Yəni 3x çıx 4 böl 2. Bu şəkildə hesablamalıyım. Əslində uşaqlar bunu siz parçalaya da bilərsiniz, belə də saxlaya bilərsiniz, parçalaya da bilərsiniz. Əslində mən parçalamağı üstün tuturam. Niyə? Diqqətlə baxın bir dənə. Qulaq asın. Mənə x-in aralığı verilib və bu soruşulur. Mən demək birinci iş olaraq 3x-i tapmalıyam, yəni 3-ə vurmalıyam. İkinci iş olaraq oradan 4 çıxmalıyam. Üçüncü iş olaraq bölməliyim 2-yə. 3 dənə addım olacaq belə yazası olsam. Amma mən bunu parçalasam əgər 1/5x çıxılsın 2 şəklində, yəni bildiyi ki 2-də 3 demək 1/5 deməkdir. 2 kəsirin fərqi kimi yazdım. Belə yazası olsam, onda sadəcə 2 iş görəcəm. 1/5'ə vuracam və 2 çıxacam. Düzdürmü? Onda gəlin bu şəkildə yazaq. Demək, mən tapmalıyam nəyi? 1/5x çıxılsın 2-ni tapmalıyam. Bunu tapmaqdan ötürü də əvvəlcə gəlin 1/5x'i tapaq. Yəni, bərabərsinin hər iki tərəfini 1/5'ə vururam. Bunun hər iki tərəfini. Mənfi 2-ni 1/5'ə vuranda mənfi 3 eləyəcək. 4'ü 1/5'ə vuranda 6 eləyəcək. Düzdürmü? Və buradan 2 çıxıram. 1/5x'dən 2 çıxıram. Onda mənfi 3-dən 2 çıxanda olacaq mənfi 5. 6-dan 2 çıxanda olacaq 4. Bitdi getdi. Mənfi 5-dən 4 arasını demiş. Deyir, y-in tam qiymətləri cəmini tapın. Bu aralığa düşən tam qiymətlər hansılardır? Təbii ki, demək, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3 və 4. 4 özü daxil olmaqla. Siz də bilirsiniz ki, zaten mənfilərlə müsbətlər bir-birini toplayanda islah aparacaq hamısı. Ona görə də hamısı gedəcəyi üçün cavab elə 0 olacaq bu sualda. Növbəti 23-cü sual. Gəlin baxaq. Biraz ekranı istəyirəm böyüdüm. Sual daha aydın görünsün. Aha, deyir ki, cədvəldə BUMU və LUDU komandalarının tərkibində bilik yarışında iştirak edən qız və oğlan tələbələrin sayı verilmişdir. LUDU-dakı oğlanların sayı BUMU-dakı qızların sayının neçə faizini təşkil edir? Aha, biz nə bilirik uşaqlar? Baxırıq cədvələ. Gördük burada qızla oğlan toplayıb cəmi yazıb. Eyni zamanda LUDU-da da qızla oğlan toplayıb cəmi yazıb. Burada tənlilər sistemi qura bilərəm də, düzdürmü? Yazaram ki, 3y ilə 5x-in cəmi 95-dir. Bir də 2y ilə 3x-in cəmi 60-dır. Bu tənlilər sistemi həll edib x-y tapıb, sonra sonunda soruşduğu şeyə baxarıq.
Denemək olar, əvəz etmə eləyə bilərsiniz, tərəf-tərəf toplama çıxma eləyə bilərsiniz. Amma bu şəkildə yox təbii ki. Bunu birazcık gözəlləşdirmək lazımdır. Gəlin belə bir iş görək. Məsəl üçün y-ləri eyniləşdirməyə çalışaq. Birinci tənliyi 2-yə vuraq, ikinci tənliyi 3-ə vuraq ki, eyniləşsin. 6y yaratmaqdan ötürü deyirəm. 6y üstə gəl 10x bərabər 190, düzdürmü? 2'ye vurdum. Aşağıda ise 3'e vururum. 6y üstə gəl 9x bərabər 180. Və bunlar tərəf-tərəfə çıxıram. 6y-lər gedir. 10x çıx 9x bərabərdir. 190 çıx 180. Buradan x bərabər 10 alınır. Düzdürmü? Əgər x 10'dursa, ürəyim istəyən tənlidə, məsələn bu tənlidə yerinə qoyub y tapa bilərəm. 2y üstə gəl 3 vur 10 bərabər 60. Demək ki 2y 30 imiş, y-ə də düşür 15. Düzdürmü? Bura qədər yəqin ki aydındır. Davam eləyək. Məndən soruşulur nə? Deyir, Lududakı oğlanların sayı Bumudakı qızların sayının neçə faizini təşkil edir? Lududakı oğlanlar buradır, 2y. Demək, bura 30'dur. Bumudakı qızlar isə 5x-dir, yəni 50'dir. Düzdürmü? İndi mənə də deyir ki, neçə faizini təşkil eləyir? Biz demişdik ki, neçə faizini təşkil eləyir, neçə faizidir, neçə faiz çoxdur, neçə faiz azdır tipli suallarda ondan öncə gələn şəkilçiyə baxırdıq. Sayının, YL şəkilçisi hara qoşulub? Bumudakı qızların sayının. Yəni mən bumudakı qızların sayına 100% deməliyəm. Yazıram tənliyi bu şəkildə. Demək 50'yə qoyacam 100%. 50'yə qoyacam 100%. Digərini isə x qoyub tapacam. Yəni Lududakı oğlanlara 30'a bir dənə x qoyacam və tapacam. X demək biraz əslində çaşdırıcı ola bilər sizin üçün. Misal üçün gəlin bir dənə m qoyaq, başqa hərf qoyaq və tapaq. Bitdi, getdi. Çarpaz vururuq, 30'u vururuq 100'ə, bölürük 50'yə. Təbii ki 50 ilə 100 ixtisar gələndə 2 olacaq, 30'u da 2'yə vuranda cavab olacaq 60 faizini təşkil eləyir. Bir də bir şey diqqətinizdən qaçmasın. Neçə faiz azdır, neçə faiz çoxdur və s. tipli suallarda nə edirsiniz? Əgər neçə faiz çoxdur deyə sual verirsə, sən 100%-dən daha böyük bir şey alacaqsan. Məsələn, 120 alacaqsan, düzdürmü? Və aldığın cavabı 100'dən çıxırsan. Neçə faiz çoxdur deyirsən. Olur cavab 20%. Amma neçə faiz azdır tipli sualırsa, onda sən aldığın cavab zaten 100'dən kiçik olur. Sonda 100'dən çıxanda, yəni qarışdırmayın. 100'dən böyük alanda çıxmağı unutmur uşaqlar adətən, amma 100'dən kiçik alanda çıxmağı unudurlar. Məsəl üçün mənim sualımda əgər neçə faizini təşkil edir yerinə neçə faiz azdır deyə sual versəydi, mən onda 60'ı belə saxlamayacaqdım. 100'dən 60 çıxıb cavabı 40% deyəcəkdim. Sonra bu bizim 23-cü sualımız idi. Son 2 sualımız var. Davam eləyək. 24-cü sualdan A nöqtəsindən çevrənin B və C nöqtələrinə toxunanlar çəkilmişdir. AB ilə AC cəmi 16-dır. Uşaqlar, mən şəkil çəkdim. Demək, bu şəkildə nəyi bilməlisiniz siz? Həmişə unutmayın ki, çevrənin xaricində olan istənilən nöqtədən çevrəyə 2 dənə toxunan çəkilsə, o toxunanlar mütləq bir-birinə bərabər olur. Yəni toxunma nöqtəsinə qədərki məsafədən söhbət gedir. A nöqtəsindən B-yə qədərdir, A nöqtəsindən C-yə qədərdir. Məsafələr eynidir. Bunu unutmuruq. Və əgər cəmi 16-dırsa AB ilə AC-nin hərəsində 8-8 düşür. Çünki bərabərdə olar. Radiusu da bizə 6 verir. Radiusda unutmayın ki, mütləq toxunanlara perpendikulyar olmalıdır. Burada 6'dır, burada 6'dır. Tamam. Bizdən də soruşulur. A nöqtəsindən çevrəyə qədər olan məsafə. A nöqtəsindən çevrəyə qədər olan məsafə, uşaqlar, ayrı şeydir. Çevrənin mərkəzinə qədər olan məsafə ayrı şeydir. Burada da xahiş edirəm diqqətli olaq. Mən əvvəlcə çevrənin mərkəzinə qədər olan məsafəni təbii ki tapa bilərəm. Ürəyim istəyən düzbucağı, üstbucağı seçirəm. Yəni deyək ki, bu düzbucağı, üstbucağa baxıram. Diqqətli olaq. İndi burada nə etməliyəm? Bu düzbucağı, üstbucaqda Pifagor tətbiq eləməliyəm. Deyək ki, bura çevrənin mərkəzi 10 nöqtəsi olsun. Bilirəm ki, A 10'un kvadratı bərabərdir. 8'in kvadratı üstə gəl 6'nın kvadratı olmalıdır. Yəni 64'də 36'nın cəmi olmalıdır. Əgər AO kvadratı 100'dürsə, onda AO özü 10 olmuş olur. Uşaqlar diqqətli olun, diqqətli olun. Bütöv 10'dur, amma məndən o soruşulmur. Bilirəm ki, bu nöqtədən O'ya qədər
Deyək ki, burada bir dənə M nöqtəsi olsun. MO bilirəm ki, radius olduğu üçün 6-dır. Onda AM-ə təbii ki, 4 düşəcək. Ondan 6-nı çıxıram, ora 4 düşəcək. Diqqətlə oxuyun, şərt imtahanda da deyir. A nöqtəsindən çevrəyə qədər. Çevrəyə qədər deyirsə, sən çevrənin mərkəzinə qədər tapdığın məsafədən radiusu çıxırsan. Mən onu bura yazıram. Baxın, belə bir sizin üçün qeyd yazdım. Çevrəyə qədər məsafə soruşulanda mərkəzə qədər olan məsafəni tapırıq, oradan radiusu çıxırıq. Mən tapdım onu, daha sonra ondan radiusu çıxdım. Sonra baxırıq növbəti suala. 25-ci sualda nə deyir? Aşağıda sonsuza qədər çəkildiyini fərz etdiyimiz çevrələrdə R1 12, R2 6, R3 3, R4 1.5 və s. olarsa, çevrələrin radiusları cəmini tapın. Yəni məndən nə tələb olunur? Radiuslar cəmi R1, R2, R3 və s. sonsuza qədər bunu toplamamız tələb olunur. Bu da uşaqlar nəyə oxşuyur? Təbii ki, sonsuz azalan həndəsi silsilə. Və biz deyirdik ki, sonsuz azalan həndəsi silsilə cəm düsturu S sonsuzluqla və ya sadəcə S ilə işarə olunurdu və düstur belə idi. B1 bölünsün 1 çıx Q. Burada nədir məsələ uşaqlar? B1 birinci əhd deməkdir. Yəni birinci çevrənin radiusu deməkdir. Yəni 12. 1 çıxılsın. Q nədir? Bəs Q hər dəfə neçə dəfə artdığını göstərirdi. Hansı ki siz fikir verin. 12-dən 6-ya, 6-dan 3-ə və s. getdikcə hər dəfə 2 dəfə azalıb, yəni 2-də 1 dəfə artmış olur. Ona görə Q demək 2-də 1 deməkdir. Mesela bunu hesablayırsınız, olur 12 bölünsün 2-də 1. Yəni cavab olacaq 24 uşaqlar. Çox rahat sual idi əslində. Baxmayaraq ki, şəkillər sizi qorxulmuş ola bilər. Onu da qeyd edeyim ki, uşaqlar, sonsuz azalan həndəs silsilədə Q həmişə unutmayaq ki, Q'nun modulu birdən kiçik olur. Yəni ki, kəsir olur Q həmişə. Bunu unutmayaq. Bu qədər. Uşaqlar, bütün sualların izahını verdim. Ümid edirəm aydın oldu. Yenə də kimdən nə qaranlıq qalarsa, nə sual olarsa mütləq soruşmağı unutmayın. Hələlik.